baxdığınızda mövzunun əsas hissəsi bu idi ki, əsas alt standartın üzərində quruldu da bu mövzu. Daha rahat formada yadda qaldı, nə gözəl. Üç Yəni əslində ildə kurikulum əzbərçilik deyil, kurikulumu başa düşməkdir. Adam onun bəli, mənasını bəli, bəli, olduqca dərinə tam var bəli, iki kəlməni başa düşmüşük. Belə daha bəli. yaxşı təsvir edirik. Doğrudur. Müəllimə çox sağ olun. 3 ildə indi tam anladım bu mövzunu. Nə gözəl, nə xoş bizə. Hə? Yəni bilin ki, mən kurikulumu biraz zəif qavrayıram. İzahlarınız tez, az hiss edirəm ki, öyrənirəm. Nə gözəl Aydan müəllimə. Baxın, bir də bir şey deyim. Mən birinci dəfə idi qoşulurdum, çox xoşuma gəldi metod, nə gözəl müəllimlər. Belə bir şey deyim də sizə. Bəzən müəllimlər beynində çox böyüdür. Kurikulumla bağlı o qədər negativ, 1-2 dəqiqə bunu deyim, çıxırıq. Biz də gedirik ixtisas dərsinə. Bəzən müəllimlər beynində o qədər böyüdür. Qıraqdan o qədər işləyirsiniz ki, kurikulum çətindir, çətindir. Baxın, mən bunu keçən dəfə izahlarınız tam aydın, açıq, nə gözəl. 2018-də oxuyanda bundan asan idi. Kuri indi oxuyuram bir də. İndi oxuyuram. Əlbəttə ki, indi çox şey dəyişilib, Aydan müəllimə, yenilənib. Demək müəllimlər, mən bunu keçən dəfə digər qrupda da demişəm, indi də deyirəm. Sizlər də deyirəm ki, beyninizi biraz açasınız. Nədən bağlı? Bunu deyim, çıxırıq, tezkən gedəcəm kurikulumda, ixtisas dərsinə. Demək, o qədər qıraqdan eşidirsiniz ki, kurikulum çətindir, çətindir. Heç elə müəllim var, inanın ki, mənə dərsə yazır ki, müəllimə kurikulum dərsinə qoşulmaq istəyirəm, amma qorxuram, başa düşmərəm, çətindir, belədir, elədir. Deyirəm, açmısınızmı, heç bir oxumusunuzmu, belə. İnanın ki, elə müəllim var, hələ kitabın üzünü açmayıb ha. Amma ətrafdan o qədər eşidir ki, bu çətindir, çətindir. Artıq beyninə girdib ki, mən bunu öyrənə bilmərəm. Baxın, mən demirəm kurikulum asandır. Asan fən yoxdur. Ümumiyyətlə sizin ixtisaslarınız belə asandırmı? Xeyr. Hər fənnin özünə görə çətinlik səviyyəsi var. Amma bu demək deyil ki, o kənardan gələn negativlərdən beynimi qapa, öyrənə bilmirəm, bacarmıram. Heç olmasa bir bu kitabın üzünü aç da, heç olmasa göndərdiyim o izaha bir dəfə bax, gör başa düşürsənmi, başa düşmürsənmi? Yox, hə, sən beyni ver, qapıyıb oturmuşsan isə, mən kurikulumu başa düşmürəm, sənə ən gözəl, ən sadə izahı belə kim göndərsin, fərq eləmir. Sən olsa onu başa düşməyəcəksən, çünki artıq sən beynini qapamısan. Baxın, belə bir şey yadıma düşür. Görüm, indi onu sizə bir dənə misal çəkeyim. Öyrənilmiş, nə deyilir ona? Psixologiyada onun belə bir adı var. Öyrənilmiş çarəsizlik. Öyrənilmiş çarəsizlik. Gəlin onu sizə bir dənə danışım, sizə gözəl təsir eləyəcək. Ondan sonra ərazini tərk edək. Bir dəqiqə görüm Şəlalə müəllimə nə yazıb. Müəllimə, mən kurikulumdan heç nə bilmirəm. 2 dərsdir qoşuluram, keçdiyiniz hər dərs yadımdadır. Öz beynimə yerləşdirmişəm ki, öyrənə bilsəm sizinlə öyrənəcəm. Çünki heç kimin izahı mənə çatmır, çox sağ olun, var olasın, maşallah. Amma Şəlalə müəllimə, çox gözəl baxırdım, cavablar çox gözəl, testlərdə yaxşı yazdınız, sualları da qəşəng cavablandırdınız, nə gözəl. Mən elə bildim ki, əvvəl hazırlaşmışsınız. Demək belə, izahlarımız deməli sizə aydındır. Deməli, müəllimlər, nə deyirəm sizə? Psixologiyada belə bir şey var, öyrənilmiş çarəsizlik. Bu bilirsiniz nə deməkdir, öyrənilmiş çarəsizlik. Bunu bir misal çəkmişlər ki, deyir ki, məsələn, sirklərdə görürsünüz də, bəzi heyvanları bağlayırlar, düzdürmü? Sonra bir də ki, filləri də bəzi şoular göstərsinlər deyə onu bağlayırlar. İlk əvvəllər hər hansı bir, ümumi bir misal çəkim sizə. İlk əvvəllər hər hansı bir heyvanı, belə deyim, bağlayan zaman, artıq bilirsiniz ki, heyvanlar sərbəst mühitdə öyrənişən bir məxluqdur da, belə deyək. Hər hansı bir heyvanı bağlayan zaman o birinci başlayır, tutaq ki, nə bilim, bir təpi atır, neynir, cəhd eləyir ki, bu zənciri qırsın, qaçsın. Amma uzun müddət keçəndən sonra bu, belə deyim də, artıq fillər mi deyim, nə bilim, digər heyvanlar artıq başlayır buna öyrənişir. Niyə öyrənişir? Artıq öyrənilmiş çarəsizlik. Bu nə deməkdir? Psixologiyada bunu öyrənmiş. Artıq o mühitə öyrənişir. Və başlayır artıq o nələrsə, belə deyim də, artıq o bağlı o qədər saxlanılıb ki, heç bir cəhd eləmir ki, bu zənciri və ya ki, qəfəsi qırıb qaçsın. Sizə belə biraz loru dildə izah eləyirəm. Qırıb qaçmağa cəhd eləmir. Artıq bu vəziyyətə öyrənişib. İndi misalımı hara gətirəm? Bax, bu digər bir məsələdə də var da, bir dəfə demək, belə bir şeydə rast gəlmişdim, oxumuşdum haradasa. 2 heyvanı bağlayırlar və 2 insan olub. Necəsə, onların birinə bu yadıma düşdü müəllimlər. Bir quzunu, nə bilim, qoyunu bağlayırlar. Deməli, birinin yanında qurd bağlayıblar, ha. Çox gözəl bir məqamda, beyninizi açacaq bu misallar sizin. Deməli, birinin yanında qurdu bağlayırlar, bunu çoxdan oxumuşdum, çoxdan rast gəlmişəm. Digər, buna ən gözəl yemləri verirlər. Ən gözəl yemlər, nə bilim, ən yaxşı yemlər qoyun quzu üçün nə lazımdırsa. Amma yanında qurd var.
Amma digərini isə belə deyim də, yanında heç bir qurd bağlamayıblar, buna elə zəif yemlər. Artıq başlayır, belə deyim, bu yanında qurd olan artıq o hər an nədən yaşayır? O məni yeyəcək və ya ki nəsə də bu artıq kabusun görür orada. Bu vəziyyəti öyrənir, gündən günə o quzu belə deyim də quruyur, ölür, məhv olur. Bax, insanın düşüncələri də insanı içdən, daxildən məhv edən ən böyük, nə deyimsə, məhvumdur. İnsanın düşüncələri. Bax, indi sözümü hara gətirəm? O öyrənilmiş çarəsizlik və ya ki, bu bir misal. O qədər öyrənişirik ki, ətrafdan, ay bu çətindir, bu belə dərs heç yerdə yoxdur. Məncə də təsdiqləyirəm, çox təvəzzökaram. Aha, o qədər ətrafdan öyrənişirik ki, sən bunu bacarmazsan, sən bunu eləyə bilməzsən, bunu bacarmazsan, artıq sizin beyninizi yeyiblər. Artıq beynivə sən onu yeritmisən ki, mən bunu bacarmayacağam. Başa düşürsünüz müəllimlər? Eyni ilə bu misalı mən kurikuluma misal çəkirəm. Müəllim heç açıb bir dəfə kitabın üzünə baxmayıb, deyir ki, mən kurikulumu bacarmaram. Valla mənim belə yazanda müəllimlər deyirəm ki, heç nə, onda siz yazılmayın. Çünki indidən deyirəm yazılmayın. O gün də bir müəllimə yazıb dedim, valla indidən heç qrupuma yazılmayın. Çünki siz artıq onu beyninizə yerləşdirmişsiniz. Mən sizə ən gözəl izahı da göndərsəm, sizə təsir olmayacaq dedim. İnanın mənə. Sonra gördüm ki, biraz mənim fikrimlə razılaşdı. Nəsə biraz onda çarəsizlik hiss elədim, amma nəysə. Yəni, beyninizi o qədər yerləşdirməyin. İstər ixtisas olsun, istər kurikulum olsun. Təkcə kurikuluma aid deyil. Kurikulum nədir ki? Hə, bəli, mən demirəm asandır. Xeyr, çətin tam öhdəsindən gəlməyin yolu var. Eyb yox, sənə ən çətin gələn ki, hansı mövzudur kurikulumda? İdraki sahədimi, inteqrasiyadımı? Eyb yox. Ondan bir sual üçün də bir sualı yazmasan. Bəs sən niyə o bir suala görə bütün kitabı 3 dəfə götürüb yerə qoyursan ki, mən bunu bacarmaram? Niyə? İnteqrasiya deyib, yox, o mövzu gözünü yumub gedərsən, belə deyim sizə. Başqa nə deyim? Hə? Belə müəllimlər. Beyniniz açıldı mı, yazın görək. Və ya ki, səsi də deyə bilərsiniz, fərq eləmir. Müəllimə, o kim var? Aha. Şəkili müəllim Türkiyəyə gedir. Deyir ki, ay Allah, sən bir lotereya utsaydı. Deyirsən bir lotereya al da ki, utsun. Sağ olun. Bəli. Bəli. Belə, maarifləndirici söhbətləriniz xoşdur. Nə gözəl. Hərdən belə 1-2 dəqiqə yer ayırıram. Var olasınız, başqa da heç nə. Belə müəllimlər, indi mədəni sürətlər ərazini tərk eləyin, gələn dərs görüşək. Bu gözəl qrupdan sonra noyabr qrupuna getməyə qorxuram. Hə, ora gəlirlər ixtisasa. Aydan müəllimə deyir, noyabr qrupuna gəlməyə qorxuram. Gəlin, orada da biraz balta mişar. Sağ olun, özünüzə yaxşı baxın, gələn dərs görüşəcəyik. Kaydı yüklənsin, YouTube-a göndərəcəm sizlərə. Sağ olun.